Salam, hər vaxtınız xeyir olsun. Burada sualda qeyd edilir ki, Eyler-Venn diaqramına uyğunluğu müəyyən edin. Qara Yusif, Əbülüsü Varşavur, Təhmasibə aid olan xüsusiyyətləri soruşur. Şirvanşahlar dövləti ilə müharibə aparılması. Deməli, Əbülüsü Varşavur, Təhmasib. Bu A oxşardır. Osmanlı ilə dostluq münasibətlərinin saxlanması. Osmanlı ilə dostluq əlaqələrinin saxlanması Qara Yusifə aiddir. Paytaxtı yeni şəhərə köçürmüşdü. Təhmasibə aiddir. Alanların hücumuna qarşı müdafiə tədbirləri Əbülüsü Varşavur Gəncə qala qapılarını inşa elətdirir. Səlcuqlarla diplomatik əlaqələrə malik olması. Bu Əbülüsü Varşavura aiddir. Yebəndi 2-dədir. Deməli 2-də D olmalıdır. 2-də D olan variantda burada görürük ki, 1-də B, 2-də D, 3-də C, 4-də isə A. Uyğun cavabımız Y variantında verilib. Digər bir sual, Şirvanşahlar və Osmanlı dövlətinin 16-cı əsr tarixinə aid olan oxşar xüsusiyyətləri müəyyən edin. Kapitalist münasibətlərin meydana gəlməsi yanlışdır. Teymurilərlə müharibə. Demək, 16-cı əsrdə Teymurilərlə müharibə aparılmayıb. 1402-də Ankara döyüşündə Teymurilər müharibə aparıb. Səfəvilər dövləti ilə mübarizə. Bunu ola bilər, bunu götürə bilərik. Məsələn, Sultan Süleyman qanuni, Şirvanşahlar dövləti Təhmasib hücum edir Şirvana. Ona görə də burada Şirvanşahlar dövlətinin 16-cı əsrin oxşar cəhəti C variantı ola bilər.